Biz nüvə silahı axtarmırıq. Bunu dəfələrlə bildirmişik və hər cür yoxlamaya hazırıq. İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, Tehran İslam Respublikasının atom bombası axtarmadığını sübut etmək üçün nüvə fəaliyyəti ilə istənilən qurumu tanış etməyə hazırdır. Pezeşkiyan Amerika Birləşmiş Ştatları ilə 10 illiklərdə davam edən müharibə mübahisəsini həll etmək üçün danışıqların davam etdiyi bir vaxtda İranın Qərbin bitmək bilməyən tələblərinə boyun əyməyəcəyini deyib. İnqilabımızı devirməyə çalışanlar Birləşmiş Ştatlar və Avropa ölkələri idi. Hökumət başçısı olaraq mövcud çatışmazlıqlara görə Nəcib xalqımızdan üzr istəyirəm. Bu çatışmazlıqlara baxmayaraq hökumətdə bütün bu problemləri qətiyyətlə həll etmək üçün tam gücümüzlə səy göstəririk. İranımız onların həddindən artıq tələblərinə boyun əyməyəcək. İranımız ədalətsizlik və təcavüz qarşısında geri çəkilməyəcək. Lakin regionda sülh və sabitliyi təşviq etmək üçün bütün gücümüzlə qonşu ölkələrlə danışıqlar aparırıq. Bundan əlavə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib ki, ölkə hərbi hücuma məruz qalarsa dağıdıcı cavab verəcək. O, İranın Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə diplomatiyanı heç vaxt istisna etmədiyini vurğulayıb. Bəqai bildirib ki, İsrail İranın dinc nüvə proqramını qəsdən İranın nüvə böhranı kimi təqdim edir və İranla Amerika Birləşmiş Ştatları arasında potensial danışıqlarda dağıdıcı rol oynayır. Diplomat Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin İsrailin təsiri altında olmamasını təmin etməyə çağırıb.